Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bu gün həm filoloqlar üçün, həm də ibtidai sinif müəllimləri üçün uyğun bir formatda hazırlanmış mətn testi ilə qarşınızdayım. Gəlin şərtimizdə görək nə istəyir bizdən. Mətnlə bağlı verilmiş cədvəldə uyğunsuzluq yaradan fikirləri müəyyən edin. Gördüyünüz kimi uyğunsuzluq yaradan istəyir. Mənim məsləhətim odur ki, videonu saxlayıb oxuyasınız mətni, sonra variantlara baxıb cavabınızı müəyyən edib, sonra mənim izahımı dinləyəsiniz, görəsiniz düz vurmusunuz, yoxsa yanlışdır. Gəlin mətni oxuyaq. Hər şeyin necə başlandığının izahı ola bilər. Kainat baxımından Big Bang nəzəriyyəsi kainatın necə yarandığını sübut edən güclü dəlillərə malikdir. Ancaq 100% sübut olmadığı üçün hələ də nəzəriyyə olaraq qalır. Kainatın mənşəyini irəli sürən başqa nəzəriyyələr də var. Lakin böyük partlayış nəzəriyyəsi onların arasında liderdir. Bundan əlavə nəzəriyyənin kainatın şiddətli istilik və sıx tək bir nöqtə səbəbilə böyük bir partlayış nəticəsində başlandığını təqdim edir. Bu elementlər şişirdilib və uzanaraq böyük partlayışa səbəb olub. Bundan əlavə nəzəriyyə kainatın növbəti 13.7 milyard il ərzində kosmosun davamlı olaraq genişləndirdiyini söyləyir. İndi mətnimizi gördünüz. Gördünüz ki, Big Bang nəzəriyyəsi haqqında, yəni dünyanın necə yaranması və necə inkişaf etməsi ilə bağlı bir nəzəriyyə haqqında mətnimiz vardı. İndi bizdə doğru və yanlış xanımlar vardı. Bu cür testlərdə bilirsiniz ki, əgər uyğunluq istəsəydi, doğrunun altından doğrular götürəcəkdik. Uyğunsuzluq istəsəydi, yanlışın altından yanlışlar götürəcəkdik. Uyğunsuzluq istəyirsə, doğrunun altından yanlışı, yanlışın altından doğrunu götürürük. Yəni ki, indi biz baxırıq. İndi fikirlərin doğru yanlış olduğuna baxırıq. Kainatın mənşəyi ilə əlaqədar bir çox nəzəriyyələr var. Burada yazır ki, kainatın başqa mənşəyini irəli sürən başqa nəzəriyyələr də var. Yəni ki, təkcə Big Bang nəzəriyyəsi deyil, başqa nəzəriyyələr də var. Yəni bu fikir doğru fikirdir. Gəlin fikirlərin doğru yanlış olduğunu tapaq, sonra uyğunlaşdıraq. Big Bang nəzəriyyəsi güclü dəlillərə əsaslanır. Bura baxdıqda biz görürük ki, kainatın necə yarandığını sübut edən, Big Bang nəzəriyyəsi kainatın necə yarandığını sübut edən güclü dəlillərə malikdir. Deməli, bu da doğru fikirdir. Yanlışın altında baxırıq, yazıb ki, Big Bang nəzəriyyəsi partlayışının səbəbini izah edir. Big Bang nəzəriyyəsi partlayışının səbəbini izah edir. Biz də burada görürük ki, kainatın şiddətli istilik və sıx tək bir nöqtə səbəbi ilə böyük bir partlayış nəticəsində başlandığını təqdim edir. Yəni, səbəbini bizə göstərir. Bu da doğru fikirdir. Sonuncu da deyir ki, nəzəriyyə tam olaraq sübut olunduğu üçün digər nəzəriyyələrə ehtiyac var. Amma bizə deyir ki, nəzəriyyə hələ tam olaraq sübut olunmadığı üçün, ancaq 100% sübut olunmadığı üçün hələ də nəzəriyyə olaraq qalır. Yəni ki, nəzəriyyə hələ də tam sübut olunmayıb. Sübut olunduğu fikri yanlış fikirdir. Deməli, uyğunsuzluq istəyirdi. Bax, doğrunun altında doğru uyğunluq gedir. Doğrunun altında doğru uyğunluq gedir. Götürmürük.